Salam, hər vaxtınız xeyir olsun əziz müəllimələr. Bu günləri biz sizlərlə inkişaf sahələri üzrə ümumi təlim nəticələrinə baxacağıq. Keçən dəfə mən izahında verdim ki, bizim ümumiyyətlə 4 inkişaf sahəmiz vardır. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakin inkişafı, estetik və yaradıcı inkişaf, 4-cü inkişaf sahəmiz isə sosial və emosional inkişaf. Və bu inkişaf sahələrinin hər birinin də əsas standartını və alt standartlarını sizinlə keçdik. İndi isə ümumiyyətlə hər bir inkişaf sahələrinin ümumi təlim nəticələri vardır. Gəlin onlara birlikdə sizlərlə nəzər yetirək. İlk öncə başlayaq erkən yaş dövrü, yəni körpələr qrupundan. Körpələr qrupu da 1-3 yaş üzrə inkişaf sahələri verilmişdir. Yəni fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Yəni fiziki inkişafda nə var? Sadə fiziki hərəkətlərdir. Yəni sadə fiziki hərəkətləri yerinə yetirir. Baxın müəllimə, sadə fiziki hərəkətlər varsa, yəni hoppanmasıdır, oturmasıdır, durmasıdır, topu at, topu ver. Bunlar hər biri sadə fiziki hərəkətləri yerinə yetirirdir. Sadə gigiyena qaydalarına əməl edir. Yəni sadə sözü varsa, gigiyena qaydalarına əməl edir. Varsa, bu aiddir körpələr qrupuna. Masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir. Yəni, stolda oturmaqdır. Bunların hər biri masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləməsidir. Həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır. Müəllimələr, baxın, sadalayır. Tutaq ki, deyirik ki, nələr bizim həyatımız üçün təhlükəlidir? Gəlin sadalayaq, uşaq sadalayır. Bıçaq, qaz, kibrit, ütü, bunların hər birini uşaq sadalayır. Sonra gəlir idrakin inkişafı körpələr qrupunda. Yəni, özünü, ailə üzvlərini və vətənini adlandırır. Baxın, özünü, ailə üzvlərini və vətənini adlandırır. Yəni, atam, anam, bacım, qardaşım, mən kiməm? Bunlar hər birini adlandırır. Sadə suallar əsasında danışır. Baxın, sadə suallar varsa, ümumiyyətlə sadə sözü varsa, bu aiddir körpələr qrupu. Sadə suallar əsasında danışır. Yəni, adın nədir? Əli. Əli, evdə bacın, qardaşın var. Adları nədir? Yəni, sadə suallardır. Əli, saçın nə rəngdədir? Yəni, sadə suallar uşaqlara veririk və onlar da sadə suallar əsasında danışırlar. Müşahidə etdiyi əşyaları adlandırır. Yəni, stolun üzərindəki nədir? Deyir, qələm. Yəni, nəyi müşahidə edirsə, o əşyanı adlandırır. Sonra gəlir sadə, yenə də idrakin inkişafı körpələr qrupunda sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirir. Az, çox, böyük, kiçik, uzun, qısa. Yəni, ümumiyyətlə, uşağa bir əşyanın biz fərqini göstərmək istəyiriksə, onlar arasında böyük bir fərq olmalıdır. Tutaq ki, yəni, uzun, qısa. Yəni, bunun arasında böyük bir fərq olmalıdır ki, uşaq bu böyük fərqi görə bilsin. Əgər, tutaq ki, uzun, qısa belə olsa, belə, uşaq bunun arasında fərqi görə bilməyəcək, çünki o körpədir. Amma çox böyük bir fərq olanda, uşaq o uzun, qısa anlayışını görür. Ölçü anlayışını başa düşdüyünü nümayiş etdirir. Baxın, müəllimə, nümayiş etdirməsidir. Yəni, ölçü anlayışını başa düşdüyünü nümayiş etdirirsə, yəni, uşaq böyük, kiçikdir, bunlar uzun, qısadır. Bunların hər birini, ölçü anlayışını başa düşür. Yəni, böyük, kiçik, bunların hər birini uşaq başa düşür, nümayiş etdirir. Dairəvi əşyaları adlandırır. Dairəvi əşyalar, baxın müəllimələr, körpələr qrupunda dairəvi əşyaları adlandırır. Yəni, qarpız, təkər, top, bunların hər biri dairəvi əşyadır və bunları adlandırır körpələr qrupudur. Estetik və yaradıcı inkişaf. Təsvir vasitələrindən təyinatına görə istifadə edir. Baxın müəllimələr, burada təyinatına görə istifadə edir. Yəni, karandaşdan, boyadan təyinatına görə istifadə edir. Rəngləri qırmızı, sarı, yaşıl adlandırır. Baxın, artıq burada rəngləri adlandırır. Hərəkətlərini musiqinin melodiyasına yoğunlaşdırır. Yəni, ritmik mahnıdırsa, yəni biraz hərəkətli oynayır və yaxud da belə deyək ki, ritmik mahnı deyilsə, az hərəkətli mahnıdırsa, daha az oynayır.
Yəni hərəkətləri musiqinin melodiyasına uyğunlaşdırır. Sosial emosional inkişaf nədir? İlkin ünsiyyət bacarıqları nümayiş etdirir. İlkin ünsiyyət bacarıqları, yəni ilkin ünsiyyət deyəndə nəyi nəzərdə tutursunuz? Yəni tuturuq daha doğrusu. Yəni dilləri yeni açıldığına görə bu adlanır ilkin ünsiyyət. Baxın müəllimlər, ilkin ünsiyyət sosial emosional inkişafın körpülər qrupunda. Hissləri başa düşür və adekvat cavab verir. Yəni adekvat nədir? Müəllimələr, adekvat odur ki, uşaq ağlayanda ağlayır, güləndə gülür, yəni qarşılıqlı cavab verir, yamsılayır. Bu dövrdə yamsılama dövrüdür. Yəni adekvat cavab verməsidir. Sonra gəlir orta qrup, 3-4 yaş üzrə, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Burada artıq fiziki hərəkətləri müvazinətini saxlayaraq yerinə yetirir. Artıq burada müəllimələr baxın, müvazinət sözü varsa, bu orta qrupdur. Yəni koordinasiya. İlkin gigiyena qaydalarını mənimsədiyini nümayiş etdirir. Yəni ilkin gigiyena hansıdır? İlkin gigiyena. Yəni dişlərini fırçalayır. Bu aiddir demək fiziki inkişafın orta qrupuna. Masa arxasında yemək dəsti. Baxın müəllimələr, yemək dəstindən istifadə bacarığı nümayiş etdirir. Yəni uşaq bilir ki, sulu yeməyi qaşıqla və quru yeməyi isə çəngəllə yeyirlər. Yəni yemək dəstindən istifadə bacarığı nümayiş etdirir. Həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları əlamətlərinə görə fərqləndirir. Artıq burada müəllimə fərqləndirir də orta qrupun açar sözüdür. Sonra gəlir idrakin inkişafı. İdrakin inkişafında özü, ailəsi və vətəni haqqında suallara cavab verir. Əşyalar və sadə süjetli şəkillər üzrə danışır. Yəni nitqi inkişaf etdiyinə görə uşaq artıq şəkillər üzrə danışır. Müşahidə etdiyi əşyaları fərqləndirir. Baxın, orta qrupun açar sözü fərqləndirir və müəllimələr əşyalarla 3 dairəsində riyazi əməliyyatlar yerinə yetirir. Baxın müəllimələr. 3 dairəsində, orta qrupda, yəni 3-4 yaş, 3-3, elə yadınızda saxlaya bilərsiniz. 3 dairəsində riyazi əməliyyatları yerinə yetirir. Əşyaları forma və ölçüsünə görə fərqləndirir. Artıq burada da yəni orta qrup fərqləndirir forması və ölçüsünə görə. Həndəsi fiqurları dairə, üçbucaq, kvadrat adlandırır. Baxın müəllimələr, birinci ümumiyyətlə körpülər qrupunda uşaq dairəni adlandırırdısa, dairəvi əşyaları. Artıq burada isə həndəsi fiqurlar da dairə, üçbucaq, kvadrat adlandırır. Yəni üçbucaq, kvadrat da əlavə olundu orta qrupdan. Estetik və yaradıcı inkişaf. Artıq burada sadə təsvirlər çəkir. Sadə təsvirlər hansılardır? Yəni adamdır, topdur. Yəni sadə təsvirlər çəkir. Təsvirlərdə uyğun rənglərdən istifadə edir. Uşaq bilir ki, yəni uyğun rənglər hansılardır? Yəni yarpaqdır. Yəni yarpaq yaşıldır. Günəş sarıdır. Yəni uyğun rənglərdən istifadə edir. Musiqini anladığını ifa bacarığı ilə nümayiş etdirir. Yəni uşaq artıq musiqini anladığını ifa bacarığı ilə nümayiş etdirirsə, bu da aiddir estetik və yaradıcı inkişafın orta qrupuna. Sonra gəlir sosial emosional inkişaf. Sadə ünsiyyət etiketlərinə əməl edir. Yəni çox sağ ol, zəhmət olmasa, yəni bu kimi etiketlərə əməl edir. Arzu, his və istəklərini ifadə edir. Yəni dərk edir. Özünü dərk etməsidir. Mən obrazı formalaşır. 4-5 yaş dövrü, yəni uşaqlarda böyük qrupda fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdə, yəni fiziki hərəkətləri verilən komandaya uyğun yerinə yetirir. Artıq burada müəllimə komanda sözü var. Tutaq ki, 2 dəfə hoppan, 3 dəfə hoppan, belə deyək ki, də müəllimələr, uşaqlar deyir ki, topu hədəfə at. Yəni hədəfə atandan sonra qaçmağa başla. Bunlar yəni verilən komandaya uyğun yerinə yetirməsidir. Müəyyən olunmuş gigiyena qaydalarına əməl edir. Artıq burada əməl edir. Masa arxasında mədəni davranış qaydalarına əməl edir. Yəni ümumiyyətlə əməl edir. Ümumiyyətlə görürsüz ki, bunlar hər bir əməl edir. Yəni burada bir konkretlik var. Həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyalarla təhlükəsiz davranma bacarıqları nümayiş etdirir. Yəni mən bıçaqdan necə qoruna bilərəm? Uşağın əlini ütüyə vurmamasıdır.
əlini uzaq tutması. Yəni istiyə əl vurmur. Artıq burada təhlükə yarada biləcək əşyalarla təhlükəsiz davranma bacarıqları nümayiş etdirir. Təhlükəsiz davranma bacarıqları nümayiş etdirir, aiddir fiziki inkişafın demək böyük qrupuna. Böyük qrupun fiziki inkişaf sağlamlıq və təhlükəsizliyinə. Sonra gəlir idrakin inkişafı, özü, ailəsi, vətəni haqqında məlumat verir. Müşahidə etdikləri barədə artıq uşaq danışır. Ətraf aləmdə baş verən hadisələri adlandırır. Əşyalarla 5 dairəsində riyazi əməliyyatlar aparır. Artıq müəllimlər 4-5 yaşda görürsünüz ki, 5 dairəsində riyazi əməliyyatlar aparmasıdır. Əşyaları formasına, ölçüsünə və sayına görə qruplaşdırır. Tutaq ki, uşaqlara deyirik ki, kvadratları bir yerə yığır, dairələri bir yerə yığır, üçbucaqları bir yerə yığır. Yəni əşyaları formasına, ölçüsünə və sayına görə qruplaşdırır. Məkan və zamana görə hərəkətlərin ardıcıllığını təyin edir. Yəni uşaq artıq zamana görə. Yəni bu gün, sabah, yəni dünən bunların hər birinin ardıcıllığını artıq uşaq bilir. Həndəsi fiqurlar dairə, üçbucaq, kvadrat yenə artıq burada da yenə fərqləndirir. Dairə, üçbucaq, kvadrat. Sonra gəlir estetik və yaradıcı inkişaf. Verilmiş süjet əsasında təsvirlər çəkir. Yəni uşaqlara tutaq ki, uşaq belə deyək də, verilmiş süjet əsasında bağçanı çəkir, ailəsini çəkir, tutaq ki, oynadığı əşyanı çəkir. Yəni verilmiş süjet əsasında təsvirlər çəkməsidir. Reaksiyalarını fərqləndirir. Yəni qırmızını, sarını, yaşılı, mavini fərqləndirir. Musiqinin xarakterinə görə artıq uşaq bilir ki, yavaş səsli musiqidir və yaxud da yəni ritmik musiqidir. Bunların hər birini fərqləndirir. Sonra gəlir sosial-emosional inkişaf. Artıq burada müəllimlər əməkdaşlıq bacarıqları nümayiş etdirir və digərlərinin arzu və istəklərini dəyərləndirir. Yəni empatiya qurmağı bacarır uşaq. Artıq müəllimlər demək 4-5 yaşda uşaqlarda empatiya qurmaq bacarıqları formalaşdı. Sonra gəlir məktəbə hazırlıq qrupunda 5-6 yaş üzrə fiziki inkişaf sağlamlıq və təhlükəsizlik. Fiziki inkişafla bağlı müəyyən olunmuş müxtəlif hərəkətlər artıq yerinə yetirir. Yəni müxtəlif hərəkətlər yerinə yetirir. Yəni ipdən dırmanmasıdır və yaxud da ki, müxtəlif hərəkətlərdir. Gigiyena qaydalarını özünə nəzarət əsasında nümayiş etdirir. Yəni özü edir. Köməyə ehtiyacı yoxdur. Sonra gəlir masa arxasında süfrə mədəniyyətinə yerəndiyini nümayiş etdirir. Yəni otura bilir. Yəni süfrə mədəniyyəti nədir? Səliqəli yeyə bilir. Həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edir. Yəni uşaq artıq izah edir ki, mən bunu belə etsəm, yəni daha yaxşı olar və yaxud da bunu etməsəm daha yaxşı olar. Artıq buradan qorunma qaydalarını izah etməsidir. Sonra gəlir idrakin inkişafı. İdrakin inkişafı da ki, özü, ailəsi və vətəni haqqında kiçik təqdimatlar edir. Baxın müəllimələr, artıq burada kiçik təqdimatlar 5-6 yaş idrakin inkişafına aiddir. Yəni mənim adım Əlidir. Anam müəllimədir. Atam işləyir. Yəni kiçik təqdimatlar edir. Verilmiş mövzu ətrafında danışır. Yəni uşaq tutaq ki, dostlarından danışır, ailəsindən danışır. Yəni verilmiş mövzu ətrafında danışır. Ətraf aləmdə baş verən hadisələrə münasibət bildirir. Artıq uşağın münasibət bildirməsi də 5-6 yaş qrupuna aiddir. Uşaq tutaq ki, yağışın niyə yağmağa uşaq yəni ümumiyyətlə sual verir ki, belə deyək də, ətraf aləmdə baş verən hadisələr haqqında. Yağış niyə yağmağa başlayır? Yəni münasibət bildirir. Hərfləri tanıyır. Baxın müəllimlər, hərfləri tanımasıdır. Hərf səsləri fərqləndirməsidir. Hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər qurmasıdır. Kəsmə əlifba vasitəsilə sözlər düzməsidir. Əşyalarla 10 dairəsində, artıq 5-6 yaşında 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirirdi. Hadisələri məkan və zamana görə müqayisə etməsidir. Yəni məkan və zamana görə müqayisə edir. Həndəsi fiqurları dairə, üçbucaq, kvadrat aidiyyəti üzrə artıq istifadə edir. Yəni dairəni bir yerə yığır, kvadratı bir yerə yığır. Yəni aidiyyəti üzrə istifadə edir.
Misal üçün, məkan və zamana görə müqayisə etməsi də ki, yəni sağ, sol, yuxarı, aşağı, yəni uşaqların bu kimi demək, belə deyək də, idraki inkişafa artıq 5-6 yaşda hər birinə sahib olurlar. Ümumiyyətlə müəllimələr, onu da məlumat verim ki, sizə. Baxın, yəni hərflər tanıması, hərf və səsləri fərqləndirməsi, hecalar, hecalardan sözlərdir, kəsmə, əlifbadır. Bunların hər biri məktəbə hazırlıq qrupundadır. Bunların da hər biri aiddir 5-6 yaşa. Estetik və yaradıcı inkişaf. Artıq estetik və yaradıcı inkişafda sadə kompozisiya. Yəni sadə sözünə görə heç vaxt qarışdırmayın. Çünki burada kompozisiya varsa 5-6 yaşdır. Yəni uşaq artıq payız rəsmi çəkir. Təsvir prosesində rəng çalarlarından istifadə edir. Rəng çalarları da yəni məktəbə hazırlıq qrupuna 5-6 yaşa aiddir. İfaçılıq bacarıqlarını nümayiş etdirir. Sosial-emosional inkişafda isə ünsiyyətini sosial normalara əsasən tənzimləyir. Yəni dostu danışanda dinləyir. Birgə fəaliyyət bacarıqları nümayiş etdirir. Yəni birgə fəaliyyət bacarıqları uşaqlarda artıq belə yəni nümayiş etdirməsidir. Bunlar da yəni oldu sosial-emosional inkişafın 5-6 yaşına. Sonra isə müəllimə artıq burada demək səriştələr vardır və bu səriştələr də ümumiyyətlə bir neçə qruplara bölünür. Bunu indi sizlərlə çox rahat bir şəkildə sizə bir izah verəcəm. İlk öncə biz bilirik ki, səriştələr demək təsnifatına görə 3 yerə bölünür. Təfəkkür, fəaliyyət və dəyərlər. Təfəkkür demək təsnifatına aid olan səriştələr yaradıcılıqdır, tənqidi təfəkkürdür, problem həll etmədir, qərar qəbul etmədir, müstəqil öyrənmədir. İlk öncə başlayaq yaradıcılıqdan. Yaradıcılıq nədir? Yəni yaradıcılıq aiddir təfəkkür təsnifatına, yəni kreativlik, əşyalardan qeyri-adi formada istifadə edir. Yəni ümumiyyətlə müəllim onlara müxtəlif əşyalar təklif edir. Uşaqlar həmin əşyaları öz təxəyyülünə uyğun istifadə edirlər. Məsələn, lələk deyək, tutaq ki, götürək lələyi. Yəni lələk biri yazır, biri quş düzəldir. Yəni burada yaradıcılıq özünü göstərdi, kreativlik. Yəni ideyadır. Bir növdə uydurma kimidir. Yəni uşaqların ümumiyyətlə təxəyyülünə uyğun olaraq istifadə etməsidir. Yəni əşyalardan qeyri-adi formada. Sonra gəlir tənqidi təfəkkür. Tənqidi təfəkkür isə bildiyi və yeni informasiya arasında demək, eyniliyi və fərqləri müəyyənləşdirir. Artıq bu da yəni ki, top və dairənin bir-birinə bənzər və fərqli xüsusiyyətlərini deyir. Yəni fərqi müqayisə etdiyini, fərqləndirdiyini müəyyən edir. Yəni burada aiddir tənqidi təfəkkürə. Problem həll etmə. Problem həll etmədə ki, uşaqlar problemin həlli ilə bağlı ehtimallar irəli sürə bilər. Demək, burada gəlinciyin paltarı ona böyük olur. Uşaqlar onun paltarını öz boyuna uyğun etmək üçün nələr edə bilərik? Belə bir problemi situasiya yarada bilərik ki, bu da aiddir problem həll etməyə. Yəni çətinliyi aradan qaldırırıq. Yəni ümumiyyətlə çətinliyi aradan qaldırırıq. Həm də ki, müəllimələr, ümumiyyətlə belə deyək də, problem həll etmədə çətin puzzle da verə bilərik uşaqlara ki, onun həllini, yəni çətin puzzle həll etməsi də aiddir problem həll etməyə. Sonra gəlir qərar qəbul etmə. Qərar qəbul etmədə, yəni uşaq iştirak edir. Tutaq ki, gəzinti zamanı hansı oyunları oynamaq istəyirsiniz? Gəlin birlikdə qərar verək. Yəni hər öz fikirlərini deyir və bu da aiddir qərar qəbul etməyə. Müstəqil öyrənmə. Yəni uşaq müstəqil öyrənməyə maraq nümayiş etdirir. Baxın müəllimələr, müstəqil öyrənməyə maraq nümayiş etdirir. Yəni bu da aiddir inkişaf etdirici güşələrdə, oyunlarda özü kömək olmadan müstəqil fəaliyyət göstərməsidir. Yəni tədqiqat apararaq müstəqil öyrənməsi də aiddir müstəqil öyrənməyə. Fəaliyyətdə isə yəni təsnifat olaraq fəaliyyət, yəni səriştə olaraq ünsiyyət. Ünsiyyət nə deməkdir? Ümumiyyətlə fəaliyyətin səriştələrini deyimsə, fəaliyyətə aiddir ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq, informasiya savadlılığı, maliyyə savadlılığı. Gəlir ünsiyyət. Ünsiyyət, yəni ünsiyyət etiketlərinə riayət edir.
çox sağ ol, zəhmət olmasa, bağışla kimi sözlərdən danışığında istifadə edir. Yəni nitq etiketlərindən istifadə etməsidir. Gəlir əməkdaşlıq. Aha, əməkdaşlıq. Yəni kollektiv fəaliyyətində iştirak qaydalarına bələddir. Qrupda işləməyi bacarır, yoldaşına kömək edir, yoldaşını gözləyir, fikirlərini qəbul edib hörmətlə yanaşır. Bu da aiddir əməkdaşlığa. Yəni uşaqlar ümumiyyətlə birgə fəaliyyətə aiddir. Sonra gəlir rəqəmsal savadlılıq. Yəni informasiya, kommunikasiya texnologiyalarını, İKT-ni tanıyır və fərqləndirir. Yəni kompüterdən, telefondan istifadə edərək özü üçün faydalı olacaq məlumatları toplaya bilir. Yəni telefondan, planşetdən, kompüterdən istifadə edərək özü üçün, yəni faydalı məlumat toplaması da aiddir rəqəmsal savadlılığa. Tutaq ki, müəllimə bir mövzu verib, o uşaq gedib o kompüterdə, televizorda və yaxud da ki, yəni telefona istifadə edərək özü üçün faydalı məlumat toplaması da bunların hər biri aiddir rəqəmsal savadlılığa. Sonra gəlir informasiya savadlılığı. Yəni informasiya barədə ilkin biliklərə malikdir. Yəni böyüklərdən, kitablarda, öz müşahidələrindən, müxtəlif informasiya vasitələrindən özünə lazımlı olacaq məlumatları axtarıb tapa bilir. Yəni uşağın hər şeyi demək eşitməsidir. Tutaq ki, belə deyim də, məlumat toplamasıdır, informasiya toplamasıdır. Bunların hər biri aiddir informasiya savadlılığına. Və gəlir maliyyə savadlılığı. Pul və qənaət barədə məlumatlıdır. Yəni ona verilən pullardan ekonomik istifadə edə bilir. Tutaq ki, bu günləri mən uşağa 5 manat pul vermişəm. O isə gedir, yəni bilmir də nə gəldi, lazımlı nə oldu, özünə alır. Amma artıq onun demək bu barədə, pul barədə, qənaət barədə məlumatlı olsa, o bilər ki, tutaq ki, yəni boş yerə xərcləməz də, artıq o pulunun qədrini də bilmiş olar. Tutaq ki, onun 1 manatı varsa, o biləcək ki, bu 1 manatıma nə düşür, nə ala bilərəm. Yəni pul və qənaət barədə məlumatlıdır. Sonra gəlir dəyərlər. Dəyərlərə aiddir. Milli kimliyin dərki və milli iftixar hissi, fəal vətəndaş mövqeyidir, şəxsi və sosial məsuliyyətdir, demokratiya və insan hüquqlarına hörmətdir, mədəni müxtəlifliyə hörmətdir. İlk öncə milli kimliyin dərki və milli iftixar hissi, yəni dövlət rəmzlərini tanıyır. Dövlət rəmzlərimiz hansılardır? Gerbimiz, himnimiz, bayrağımızı tanıyır və onlar haqqında məlumat verir. Bunların hər biri aiddir dəyərlərdə milli kimliyin dərki və milli iftixar hissi. Sonra gəlir fəal vətəndaş mövqeyi. Müəllimələr, fəal vətəndaş mövqeyi isə yaşadığı bölgə və ölkə haqqında məlumatlıdır. Yəni uşaq Azərbaycanda yaşayırsa, orada nələr yetişir, insanlar necədir, hansı yerləri var, yəni tanımasıdır və yaxud da hansısa bir, yəni belə deyək də, öz kəndini tanımasıdır. Tutaq ki, sən harda yaşayırsan, hansı ünvanda yaşayırsan, yəni öz belə deyək də, yaşadığı bölgə və ölkə haqqında məlumatlı olmasıdır. Fəal vətəndaş mövqeyi. Sonra gəlir şəxsi və sosial məsuliyyət, davranış mədəniyyəti haqqında məlumatlıdır. Yəni küçədə və ya digər ictimai yerlərdə uca səslə danışmır, küçəni zibilləmir, təbiətə ziyan vurmur, özünə və ətrafına qarşı məsuliyyətli davranır. Bunların hər biri aiddir demək şəxsi və sosial məsuliyyətə. Ümumiyyətlə, gəlir sonra demokratiya və insan hüquqlarına hörmət, insan hüquqları barədə təsəvvürlərə malikdir. Artıq burada heç bir yoldaşı arasında cins, sağlamlıq imkanı, məhdud, varlı, kasıb və ya digər fərqlər qoymur. Yəni, məsələn, otaqda olan oyuncaqların təkcə ona yox, bütün yoldaşlarına aid olduğunu bildirir. Bunların hər biri aiddir demokratiya və insan hüquqlarına hörmət. Mədəni müxtəlifliyə hörmət də ki, yəni mədəni müxtəliflik barədə məlumatlıdır. Fərqi yoxdur dinindən, cinsindən, irqindən. Hər bir ümumiyyətlə fərqi yoxdur. Onlara hər birinə hörmət qoyur. Tutaq ki, əgər bağçaya, yəni qrupa yeni bir xarici uşaq gəlibsə, o uşağa yəni yanaşılır,
eyni yanaşılır. Yəni artıq uşağı özlərinki kimi qəbul edirlər. Bu da adlanır mədəni müxtəliflik barədə məlumatıdır. Yəni mədəni müxtəlifliyə hörmət. Sonra gəlir inkişaf sahələri. İnkişaf sahələri biz bilirik ki, artıq dərsin girişində də dedim ki, bizim 4 inkişaf sahəmiz vardır. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakin inkişafı, estetik və yaradıcı inkişaf və sosial-emosional inkişaf. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdə artıq burada uşaqların demək sağlamlığıdır və fiziki inkişafının əsası qoyulur. Həmçinin burada yaxşı bədən quruluşunun formalaşmasıdır, orqanizmin möhkəmlənməsinə, daxili orqanların fəaliyyətinin yaxşılaşmasına imkan yaradır. Bu həmçinin demək, belə deyək də müəllimələr, sağlamlaşdırıcı tədbirlərin keçirilməsidir, havadan, günəşdən və sudan geniş istifadədir. Bunların hər biri də fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyə aiddir. Təhlükə və çətinliklərə hazırlıqdır, yol hərəkəti qaydalarıdır, ekstremal vəziyyətlərdə və təhlükəli situasiyalarda necə hərəkət etmək haqqında ilkin təsəvvürlərin formalaşdırılmasına, yəni məişətdə ehtiyatlı, küçədə ehtiyatlı davranmaqdır, başqa adamlardan konfet almamaqdır, yanğın zamanı vəziyyətdən və çıxma qaydalarının mənimsəməsinə imkan yaradır. Sonra gəlir idrakin inkişafı. İdrakin inkişafı da ki, uşağın idraki maraqlarının, tələbat və bacarıqlarının emosional hissi təcrübə əsasında elementar tədqiqatçılıq fəaliyyətinin formalaşdırılmasıdır. Yəni uşaqlarda sensor nitq inkişafıdır, idraki qabiliyyətlərdir, müqayisə etməyidir, fərqləndirməyidir, ümumiləşdirməyi bacarmasıdır, ətraf və aləm haqqında ilkin təsəvvürlərin formalaşdırılmasıdır, uşaqlarda dərk etmə tələblərinin formalaşdırılmasıdır. Həmçinin burada demək, məntiqi mühakimə yürüdə bilməkdir, məkan və zaman haqqında təsəvvürlərin genişləndirilməsidir, riyazi tapşırıqların həllidir, induksiya, deduksiya, təhlil, tərkib, təsnif etmə və sistemləşdirmə, ümumiləşdirmə kimi qabiliyyətlərin inkişaf etməsidir və demək, tənqidi, məntiqi, yaradıcı təfəkkürün inkişafı idrakin inkişafında təmin olunur. Sonra isə gəlir estetik və yaradıcı inkişaf. Burada uşaqlarda bədii hisslərin zövqün, bədii yaradıcılıq qabiliyyətlərinin, ətraf aləmdəki obyektləri müşahidə və müzakirə etmək bacarığının inkişafını təmin edir. Təsvir fəaliyyətdə rənglərdir, formaların yeni birləşmələridir, quraşdırma prosesində müxtəlif modellərin qurulmasıdır, hekayə və nağılın musiqi fəaliyyətində melodiyanın və mahnıların dinlənilməsidir. Musiqi alətlərində ifadır, rəqsdir, bunların hər biri aiddir estetik yaradıcı inkişafa. Həmçinin burada təbiətdə, ətraf mühitdə, insanların hərəkətlərində, geyimdə gözəlliyi görmək bacarığı və yaradıcı qabiliyyətlərinin formalaşmasına musiqi duyumudur, təsviri fəaliyyətdə imkan yaranır. 4-cü inkişaf sahəmiz isə sosial-emosional inkişafdır. Sosial-emosional inkişaf isə uşaqlarda sosial və emosional keyfiyyətlər vəhdətdə inkişaf edir. Uşaq özünün emosional əhvalını, yəni demək, yaşadığı sosial mühitin normaları əsasında tənzimləyir və bu inkişaf vasitəsilə uşaqlarda insanlara qarşı müsbət münasibətdir, xeyirxahlıqdır, qayğıkeşlikdir, digərinə yardım etməkdir, başqasının dərdinə şərik olmaqdır. Həmçinin də burada empatiya hissi formalaşır. Yəni bunların hər biri aiddir sosial-emosional inkişaf sahəsinə. Bugünkü müəllimə dərsimiz bu qədər. Ümid edirəm ki, dərsimiz hər birinizə aydın oldu. Dinlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm.